Sumqayıtdan Saray və Ceyranbatan istiqamətində hərəkət edən marşrut avtobusları ilə bağlı sakinlərdən növbəti şikayət daxil olub. Sumqayıt TV-yə müraciət edən vətəndaşlar bildirirlər ki, xüsusilə 9 və 522 nömrəli marşrut avtobuslarında kondisionerlər demək olar ki, işləmir. Şikayətçilərin sözlərinə görə, isti hava şəraitində avtobuslarda hərəkət etmək sərnişinlər üçün ciddi narahatlıq yaradır. Onlar bildirirlər ki, sıxlıq və yüksək temperatur səbəbindən bəzi hallarda sərnişinlər özlərini narahat hiss edir. Vətəndaşların məlumatına görə, xətt üzrə cəmi bir neçə yeni avtobus fəaliyyət göstərsə də, onların da kondisionerləri çox zaman işləmir. Sakinlər hesab edirlər ki, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılması üçün marşrut avtobuslarında kondisionerlərin işlək vəziyyətdə olması təmin edilməlidir. Onlar aidiyyəti qurumlardan problemin araşdırılmasını və qısa müddətdə aradan qaldırılmasını xahiş edirlər. Qeyd edək ki, Sumqayıt TV məsələ ilə bağlı aidiyyəti qurumun mövqeyini öyrənməyə və cavabını dərc etməyə hazırdır. Əgər siz də Sumqayıtda qarşılaşdığınız problemlərin işıqlandırılmasını istəyirsinizsə, Sumqayıt TV-yə müraciət edə bilərsiniz. Sumqayıtda baş verən xəbərlərdən operativ xəbərdar olmaq üçün YouTube kanalımıza abunə olun. Videonu bəyənin və bizi Instagram, Facebook, TikTok və Telegram səhifələrimizdə izləməyi unutmayın.